Sən mənə niyə yalan danışırsan Vəfa? Nə yalan danışmışam mən sənə? Yalan danışırsan da sən Nədə, mənə. harada tutmusan sən mənə? Sən burada nə gəzirsən? Gəzməyə gəlmişəm. Niyə? Səbəb burada. Gəlmişəm gəzməyə, yaydı gəlmişəm gəzməyə. Deyirsən ki, gəlmişəm. Hə, gəlmişəm də. Bura sənin üçün nə gəzmək idi bura? Sağ ol. Bura gəl deyirəm sənə. Sən telefonlarıma niyə cavab vermirsən sən? İstəmirəm, çünki səninlə danışmıram mən. İstəmirəm cavab verməyəm. Sən günah hamısı səndədir sənə. Məndən əl vurma mənə. Nə istəyirsən məndən? Sən səhvsən deyirəm. deyirəm. Mən səhv deyiləm. Bəsdir, sağ ol. Bunlarla da oturanda bütün işlərim alt üst olur. Gedim elə biraz işləyim, pul qazanım. Kreditin zadında vaxtıdır. Bir dənə taksi gəlsəydi. Axşamınız xeyir olsun. Zəhmət olmasa mənim qabaqda düşürdə bilərsiniz. Bəli, düşürəm. Bir dənə sumkam ağırdır, Tamam. bir dənə kömək eləyə bilərdiniz. Sizə zəhmət, mən zəhmət olmasa orada qabaqda mən düşəndə sumkamı düşürdərdiniz də mənim üçün. Problem yoxdur, kömək eləyərəm. О, Масю, привет! Can, Xanım, buyurun sumkadız. çox sağ olun. Anna, Elvin, neçə illər biraz hardasan? baş qarışıq idi. Gəl keçir bizim masaya bir dənə çay içək, söhbət edək. Ay Elvin, sən haralardaydın? Sən o qədər axtarmışam. Səbəb, hara etmirsən, hardaydın sən? Nə bilim, biraz problemlər oldu, baş qarışıq oldu. Yəni, düzü belə nömrəmiz adını da dəyişdim. Ondan sonra səni də çox axtardım mən. Yəni, əlaqə şey deyənmədim, tapanmadım səni də. Düzü çoxdan da axtardım. Bu təsadüf elə mənim özümə də çox xoş oldu ki, xanımı yəni, təsadüfən gətirdim, səni gördüm burada. Yəni, həqiqətən də mənə çox xoş oldu. Hə, amma nömrəmi də verdim, götürdüm. Sənin nömrəndə var, inşallah əlaqə saxlayarıq. Prosta mənə bağışla, biraz işlərim var, mən durum. İnşallah əlaqə saxlayarım, görüşərik də. Sağ ol. Sağ ol, xanım. Sağ olun, sağ olun. Bir an siqaretim qaldı. Maaş, sən bu oğlanı hardan tanıyırsan ki? Xeyirdir. Hə, canım, uzun məsələdir. Amma sən bilirsən ki, mən Rusiyada işləyirəm, agentəm. Bilirəm. Bu da burada keçmiş polis mayoru idi. Aha. Əlaqəmiz var idi, mənlə danışırdı. Hələ buradakılar elə biliblər ki, bu Azərbaycana xəyanət eləyir. Aha. Ona görə bunu işdən çıxardıblar. Amma bunun heç bir günahı yoxdur, səbəb yoxdur, səbəb olmayan bir yerdə. Bildim, sən onu başa sal da bir gün. İndi başa salaram da. Ona görə onu görəndə xəcalət çəkdim, ona görə dəvət elədim. Düz elədin. Amma sən onu hardan tanıyırsan? Yox, mən onu tanımıram. Mən sadəcə olaraq yoldaydım. Taksi əl elədim, taksi saxladım, mən də oturdum, gəldim. Başqa iş. Anladım. Mən onu tanımıram. Heç nə Vəfa. Amma onu bil ki, bu həyatda mən sənə çox dəyər vermişdim. Heç vaxtı səndən başqasını gözümdə görməmişəm.
saçlı dedim kimi yoktur demek yarasında. Temiz işkim saf gençliğim yaşlandı gözümün arasında. Tenha otak tenha hayal olmuş bir oğuz arzuyla. Yazık kalbim sus danışma dertten sevayı neyin var. Özlemedin mi? Kalbim taşlanmış neden? Ruhum senin yanında, bombuz tek kalmış beden. Suskun bir nağma oldum, kaldım dudaklarımda, danışır senden. Gelidin sana fayda, men ki ölmüş biriyem. Gezirem ele sanma, men canlıyam diriyem. Mahvolmuş adamam men, danışan bir ölüyem. Uzak dur benden. Beyaz saçlı dedim kimi yoktur demek yarasında. Temiz işkim saf gençliğim yaşlandı gözümün arasında. Tenha otak tenha hayal olmuş bir oğuz arzuyla. Yazık kalbim sus danışma dertten sevayı neyin var. Benim sesle dedim kimi yoktur dedim yarasında. Temiz işkim saf gençliğim yaşlandı gözünün arasında. Yazık kalbim sus danışma dertten sevayı neyin var. Yaxşı Vəfa, bilirəm məndə nə edəcəm. Bu sənin elədiklərinin cavabını mən sənə verərəm. Görsən harda qaldı? Gör neçə illərdir görüşmürük. Təsadüfə bax ya, Allahın təsadüfü. Necə çıxartdı qarşıma. Salam, nə tərsən? Buyur, əyləş. Nətər gəldin, necə gəldin? Heç gəldim. Rahat tapa bildin buranı. Rahat. Mən səndən incimişəm. Biz axı neçə illəri tanıyırdıq bir-birimizə. Dostdan da daha yaxın idi. Səbəb. İnanırsan, biraz baş qarışıq oldu, problemlər oldu, sənin bilmədiyin çox şeylər oldu. Nömrəni dəyişdim, sənin nömrəni nə qədər axtardım, yəni tanıyanlardan soraqlaşdım. Amma təəssüf ki, əlim çatmadı sənə. Hər tərəf axtardım. Amma kesin səfər ki, bizim təsadüfən görüşməyimizə çox xoş oldu. İnanırsan, o gündən indiyənə kimi özümə gələnmirəm ki, yəni, bu realdırmı, yoxsa yuxudurmu? Axı mənim niyə? Mən sənə burada daha çox yaxın insan idim. Bizim iş dünyamız tam başqa. Amma bizim ilişkimiz... Düzdür, bizim əlbəttə, yəni şəxsi həyatımızla iş həyatımızı qarışdırmalı deyildik. Sadəcə yenə deyirəm, məndə olan problemlər, məndə olan sıxıntılar, yəni bunlar səbəb Bu problemləri biz bir yerdə həll edə bilərdik də. Əlbəttə düzdür. Mənim əlim bilirsən hər yerə çatır. Düzdür, orası da prosto bir balaca başqa, sənin bilmədiyin şeylər oldu Düzdür, ortalıqda. biz bu
Qosudarstvoya xəyanət elədik. Bəli. Amma bu tam başqadır da. Amma bizim münasibətimiz. Düz deyirsən, mən sənə razıyam. Sadəcə gəl belə eləyək. Hər şey unudaq olanları, yeni bir səhifə açaq, hər şey yenidən başlayaq. Bu 3 il ərzində sənin həyatında heç kim olmuyor. Düzdür, dediyim bəlkə inandırıcı olmaz, amma yox. Yəni axırıncı Həqiqi. səndən başqa heç kim olmayıb mən bilirəm. Onda gəl gedək bu gecəni bir yerdə. Mənim podruqam çağırır. Prosta ona demişəm ki, mənə bir vacib görüşüm var, oradan çıxıb gələcəm. Razısansa bir yerdə gedək, orada da davam edək. Tamam, gedək onda. Yaxşı. Hara gedirik şimdi biz? Yadında da o gün maşınla qız gətirmişdin, hə? Vəfa. Hə, hə. Hə, bax o çağırır, onun yanına gedirik. Bir dənə də bu Anna gəlib çıxsaydı, bir amca gəzərdim onu ilə. Yay da qutardı. Adamın dörəyi sıxılır. Yay da belə bitdi. Nə dənizə getdik, nə dincələ bildik. Gel mumum bazı, gel. Daha gözləməkdən neynəməliyəm, səninlə oynayayım da biraz. Hə, Musti hanım, gel. Ne olmuştu kuzuma? Tek kalmışsan burada. Aycan. Nədir? Musti, mən gedim. Deyəsən çayım gəlib, gedim çayımı içim. Sağ ol Toto, sağ ol. Gedək çayımızı içək, Anna da gəlsin. Biraz söhbət eləyək, görək. Nə olur, nə inirik. Canı yanmış, nə qəşən yerdə oturur. Ha, maraqlı Hə, yerdir. Vəfa oradadır. Hani, Gəl baxaq görür gedək. neyinir. Mənə çoxdandan gözləyir. Salam ay ürəyim, necəsən, neyinirsən can? Çox sağ ol, sən necəsən? Çox gözlətdim səni. Da, çox gözlədim. Salam aleyküm. Necəsən? Amma dəyər də yəni. Dəyər, dəyər. Keçib buyurun, əyləşsin. Mən səni tək gözləyirdim, nə əcəbsən? Bilirsən necə, gəlirdim, yolda zəng elədi ki, Hı. biz görüşək. Ona görə biraz gecikdim də, özürlü sayarsan Eyb da. yox, bayaqdan səni gözləyirəm. Deyirəm, görsən bu qız harda qaldı? Gəzə-gəzə itlərlə oynayırdım burada. Görürsən də harda qaldım. Qardaş, oradan bir dənə stəkan zəhmət olmasa. Bir stəkan niyə? 2 dənə stəkandır. Mən də tanışımı çağırım, o da gəlsin. Mən niyə tək oturmalıyam? Yanıma quşaram, əgər işin yoxdursa, dur gəl də yanıma. Hə, yaxşı Vəfa, gələrəm, yaxşı. Qardaşım, bu konum haradır? Bir dənə baxa bilərsiniz Biz deyir. gəlmişsiniz. Məkandır bura. Məkandır bura. Oldu, çox sağ olun. Bakıda məkandır. Sağ ol, sağ ol, sağ ol. Nətər oldu sonra? Elvin, Sen olur, nə tərsən oradaş? Bunlar bir-birlərini tanımır. Tamam. Sən nəzəm, əyləş görək, əyləş görək. Haralardasın, ha ki, sən neçə gün səni tapanmıram. Ümumiyyətlə tanışsınızdır, necə oldu? Yəni, oradan şoka düşdüm, mən. Vəfa mənim illərdir tanıdığım yaxınımdır. Bəs sən hara, bura hara? Bizim söhbət senin ortam fərqlidir. Yəni, başqa mövzularda, inşallah ikimiz olanda danışarıq ətraflı. İndi mənə bir dənə bağışlayın, mən bir dənə gəlirəm. Bir dənə mən bağışlayacağım. Tamam. Hə,